Çoxsəsliliyin səsi Araz News radiosunu dinləyirsiniz. Dante ilahi komediyanın Paradiso bölümünde sürgünün insana ödettiği bedeli anlatarken belə yazar. En çok sevdiğin her şeyi geride bırakacaksan. Sürgün yayının attığı ilk ox budur. İnsan bir şehri terk ettiği zaman xiyavanları, evleri, dağları geride bırakar. Fakat sürgünün ilk yarası coğrafiyada açılmaz. Bir ananın gözlerinde, bacı kardeşlerin vidasında, geri dönüleceğine inanılarak kapatılan bir kapının ardında açılar. 1919'da Ceyhun Hacıbeyli de Azerbaycan'dan ayrılarken bunun bir vida olduğunu bilmirdi. Paris'e gənc Azerbaycan Cumhuriyeti'nin bağımsızlığını savunacak heyetin içinde getirdi. Ağlayan bacılarına təsəlli vermiş, gözleri yaşla dolan anasına dönüşünün uzun sürmeyeceğini söylemişti. 2 ay. İllər sonra o anı hatırladığında fərqində olmadan sevdiklerini aldattığını yazacaktı. 2 ay deyip çıktığı yol uzanmış, mevsimler, iller ve 10 illere dönüşmüştü. Ceyhun Hacıbeyli anasını bir daha görebilmedi. Bazılarına qovuşabilmedi. Doğduğu torpaqlara da dönmedi. O zaman Paris'e bir devletin temsilcisi olarak giden bu genç adamın dönüş yolunu kim bağladı? Ve 2 aylık bir yolculuk necə 40 ili aşan bir muhacirete dönüştü? Cevabı Ceyhun Hacıbeyli'nin hayatında saklıdır. Araz News radyosundan hamınızı salamlayıram. Mən Altay Urmulu. Burası özgürlüğün izini tarixin susturulmaq istənən səhifələrində aradığımız azadlıq və ədalət. Bu programda mikrofonumuzu 1919'da bağımsız bir Azerbaycan'ın temsilcisi olarak Avrupa'ya giden ve ömrünün geri kalanını vətəndən uzakta keçirmek zorunda kalan Ceyhun Hacıbeyli'ye çeviririk. Onun hayatının peşinden giderken bir aydının devletinin bağımsızlığını elinden aldıktan sonra mübarizesini sınırların dışında necə sürdürdüğünü, qələmin, kültürün ve siyasi hafizənin necə bir direniş alanına dönüştüğünü görəcəyik. Hikayenin ilk durağı ise Paris'te deyir. 1891 ilinin Şuşası. ...1891 ilin Şubat ayında hikayenin kapısı Şuşada açılır. Ceyhun Mirzə Əbdülhüseyn bəy ile Şirin bəyim xanımın ailesinde dünyaya geldi. Atası Qarabağın son xanının kızı, şair Xurşid Banu Natəvanın çevrəsində görev yapmış eğitimli bir insan idi. Ceyhun'un uşaqlığı belə bir kültür mühitində keçdi. Eyni evdən daha sonra Azerbaycan müzik tarixinə damğasını vuracaq Üzeyir və Zülfəqar Hacıbeyli de çıxacaqdı. İlk eğitimini Şuşadakı Rus Müsəlman okulunda alan Ceyhun daha sonra Bakıdakı Realni məktəbində devam etdi. Fakat onu yaşıtlarından aylan alan çox keçmədən ortaya çıxdı. Basın. Hələ gənclik illərində Kaspi, İrşad, Tərəqqi, Progres kimi yayınlarda yazmağa başladı. Məqalələrində sıx-sıx Dağıstani ya da Ceyhun Dağıstani imzasını kullanırdı. Araştırmacı Abid Tahirli'nin hazırladığı biyografik çalışmada
onun Kaspi qəzetəsindəki yüzlərcə yazısını təsbit edilmişdir. Gənc Ceyhun artıq çevrəsində olub bitənləri izləyən biri deyil, onları yazıya tökən bir qəzetəci idi. 1908 ili isə Hacıbəyli qardaşlarını Azərbaycan kültür tarixində eyni səhnədə görüşdürdü. Üzeyir Hacıbəylinin Leyli və Məcnun operası Bakıda səhnələnməyə hazırlanarkən Ceyhun da əsərin hazırlıq sürəcinin içində idi. 12 Janviyə 1908-də Təqiyev Tiyatrosunda gerçəkləşən ilk təmsildə İbn Səlam və Nofel rollarını üstələndi. Səhnədə kullandığı ad yenə Ceyhun Dağıstani idi. İllər sonra Parisdə qələmə aldığı xatirələrində ilk Azərbaycan operasının necə doğduğunu ayrıntıları ilə anlatacaqdı. Beləcə o gecənin hafizəsini də gələcək kuşaqlara daşıdı. Fəqət Ceyhunun əsas kürsüsü tiyatro səhnəsi olmayacaqdı. Onun kürsüsü qəzetə idi və 1918-ə gəlindiyində o qələm artıq yeni qurulmuş bağımsız bir dövlətin səsi üçün çalışacaqdı. Azərbaycan Cumhuriyyətinin səsi üçün. 28 Mayıs 1918 Tiflisdə elan edilən Azərbaycan Xalq Cumhuriyyəti Türk və müsəlman dünyasında parlamentar cumhuriyyət təcrübəsinin öncü örnəklərindən birini ortaya qoydu. Fəqət yeni dövlətin ordusunu və qurumlarını qurması qədər öz səsini də yaratması gərəkirdi. Bu səslərdən biri Azərbaycan qəzetəsi oldu. Qəzetənin ilk sayısı 15 Eylül 1918-də Gəncədə yayınlandı. Ceyhun Hacıbəyli, Şəfibəy Rüstəmbəyli ilə birlikdə qəzetənin yönetimini üstələndi. İllərdir fərqli yayınlarda yazan Ceyhun üçün qəzetəcilik artıq yeni bir anlam daşıyırdı. Öz dövlətinin adını daşıyan bir qəzetənin səhifələrindən danışırdı. Fəqət Cumhuriyyətin qədəri Bakıda veriləcək qərarlarla sınırlı deyildi. Birinci Dünya Savaşı sona ermiş, imperatorluqların sınırları yenidən çəkilməyə başlanmışdı. Azərbaycanın bağımsızlığının uluslararası alanda qəbul edilməsi gərəkirdi. 1918-in sonunda gözlər Parisə çevrildi. Azərbaycan parlamentosu Parisdə Barış konferansında ölkəni təmsil edəcək heyəti belirlədi. Heyətin başına parlamentonun başkanı Əlimərdan bəy Topçubaşov gətirildi. Fransızcaya hakim olan Ceyhun Hacıbəyli də heyətin kadrosunda yer aldı. 9 Janviyə 1919-da Azərbaycanın oxurlarına vəda edərkən qarşısındakı görəvi ağır, sorumluluğunu böyük və müqəddəs bir vəzifə olaraq tərif edirdi. Bu dəfə qələmini Bakıda buraxmırdı. Onu Parisə aparırdı. Heyət 20 Janviyədə İstanbula çatdı. Fəqət Paris yolu həmən açılmadı. Viza və siyasi icazələr üzündən aylar sürən bu bəkləyiş başladı. İcazələr alındıqdan sonra Azərbaycan təmsilciləri 7 Mayıs 1919-da Parisə çata bildilər. 3 həftə sonra anlamlı bir tarix gəldi. 28 Mayıs. Cumhuriyyətin quruluşunun birinci il dönümündə Əlimərdan Topçubaşov başkanlığındakı Azərbaycan heyəti Amerika Birləşmiş Dövlətlərinin başkanı Wilson tərəfindən qəbul edildi. Masada Avropanın bir çox siyasətçisinin hələ yaxından tanımadığı gənc bir ölkənin gələcəyi var idi. Heyət bununla yetinmədi. Azərbaycanın siyasi durumunu, sınırları, nüfusu və iqtisadi imkanları haqqında bəlgələr hazırladı. Xəritələr və fransızca yayınlar çıxardı. Diplomatik çevrələrlə görüşmələr apardı. Aylar sürən çalışmanın ardından 11 Janviyə 1920-də Paris Barış Konferansını Yüksək Konseyi Azərbaycan və Gürcüstan hökumətlərini de facto tanıma qərarı aldı. Parisdə qazanılan bu diplomatik uğur Ceyhunun yolculuğunun nədənini də anlatırdı. O Avropaya özünə yeni bir həyat qurmaq üçün getməmişdi. Bağımsız Azərbaycana uluslararası siyasətdə bir yer açmaq üçün getmişdi. Ancaq Parisdə gələcək bir sonraki böyük xəbər zəfər xəbəri olmayacaqdı. Bakıdan gələcəkdi və Ceyhun Hacıbəylinin bütün həyatının yönünü dəyişdirəcəkdi.
28 aprel 1920. Parisdə Azərbaycanın bağımsızlığını savunan heyət üçün Bakıdan gələn xəbər ağır idi. 11-ci Qızıl Ordu Azərbaycana girmiş, 23 ay öncə qurulan Cumhuriyyətin hakimiyyətinə son vermişdi. Ceyhun Hacıbəyli artıq Avropada görev yapan bağımsız bir dövlətin təmsilcisi deyildi. Dönmək istədiyi ölkənin siyasi düzəni dəyişmiş, Paris yolculuğunun başındakı bütün hesablar bozulmuşdu. İllər sonra qələmə aldığı xatirələrində zihni yenidən 1919-dakı vidaya gedəcəkdi. Bacıları ağlayırdı. Anası Şirin bəyimin gözləri yaşla dolmuşdu. Ceyhun isə onlara təsəlli verməyə çalışırdı. Ayrılıq uzun sürməyəcəkdi. Parisdəki görevini tamamlayıb geri dönəcəkdi. 2 ay. Aradan 40 il aşan bir zaman keçdiyində bu sözü başqa bir acı ilə xatırlatdı. Xatiratında fərqində olmadan onları aldatdığını yazdı. Ayrılığın 41-ci ilini yaşadığını və bir daha görüşə bilmədiyi yaxınlarının birər-birər həyatdan çəkildiyini anlatırdı. 2 ay üçün qapatılan bir qapı bir daha açılmamışdı. Ceyhun anasını yenidən görə bilmədi. Bacılarına qovuşa bilmədi. Üzeyirlə arasındakı məsafə artıq Paris ilə Bakı arasındakı kilometrlərdən ibarət deyildi. İki fərqli siyasi dünyanın sınırı aralarına girmişdi. Ancaq 28 aprel Ceyhun Hacıbəylinin mübarizədən çəkildiyi tarix olmadı. Parisdə qalacaq, fransızca yazacaq, Azərbaycan məsələsini Avropa kamuoyuna daşıyacaqdı. Uşaqlığının Qarabağından hafizəsində qalan dili və folkloru araşdırmalarına axtaracaqdı. Dönüş yolu bağlanmışdı. Mübarizə yolu isə başqa bir coğrafiyada yenidən açılırdı. Parisdə mühazirətin bir də gündəlik üzü var idi. Ceyhun Hacıbəyli ailəsi ilə Saint-Cloud'da yaşayır, kirayə, uşaqların eğitimi və keçim məsrəfləri ilə uğraşırdı. Bakıdakı qardaşı Üzeyirlə məktublaşarkən yaşadığı maddi sıxıntıları ona bütünüylə hiss etdirməməyə çalışırdı. Ancaq şərtlər nə qədər ağırlaşırsa ağırlaşsın, Paris onun üçün səssizliyə çəkildiyi bir şəhər olmadı. Fransız basınında Azərbaycan, Qafqaz və Sovet yönətimi üzərinə yazılar yayınladı. Le Figaro, La Rue du Monde kimi yayınlarda çalışdı. Sosiete Asiyatik çevrəsindəki elmi fəaliyyətlərə qatıldı. Böyləcə itirdiyi siyasi kürsünün yerinə Avropanın qazete, dərgi, araşdırma çevrələrini qoymağa başladı. 1925 yazında Parisdə başqa bir Hacıbəyli səsi duyuldu. Üzeyir Hacıbəylinin Arşın Malalan operası Ceyhunun fransızcaya uyarladığı mətnlə 4 Temmuzda Femina Tiyatrosunda səhnələndi. Bakıda doğmuş bir əsər artıq Paris seyircisinin qarşısındaydı. Ceyhunun kültürel hafizə ilə qurduğu əlaqənin ən güclü örnəklərindən biri isə bir neçə il sonra ortaya çıxdı. 1933'də köklü jurnal Asiyatik'də Fransızcaya bir araştırması yayınlandı. Qarabağın diyalekti və folkloru. Bu çalışma sıradan bir məmləkət xatirəsi deyildi. Qarabağ türkçəsinin səs özəlliklərini və kəlmə xəzinəsini incələyir, insanların bir-birinə necə xitab etdiyindən ailə içindəki sözlərə qədər gündəlik dilin izlərini qeydə alırdı. Bayatılar, ninnilər, ağıtlar, dualar, bəddualar və xalq arasında yaşayan başqa folklor örnəkləri də çalışmanın səhifələrində yer alırdı. Özü Şuşaya dönə bilmirdi. Fəqət Şuşada uşaqkən eşitdiyi kəlmələr, türkülər və xalqın hafizəsindəki yaşayan sözlər onun qələmindən Parisə çatırdı. Ceyhun Hacıbəyli vətənini yanında daşımanın bir yolunu
tapmışdı. Ancaq onun mühazirəti kültürel hafizəsini qorumaqla bitməyəcəkdi. Avropada Moskova hakimiyyəti altında qalan millətlərin təmsilçiləri yeni bir siyasi mübarizə ağı qurmuşdular. Ceyhunun qələmdə çox keçmədən bu mübarizənin içində yerini tapacaqdı. 1920'lerin Avrupasında Ceyhun Hacıbəyli artıq tək başına dəyirdi. Sovet hakimiyyətinə girən ölkələrdən ayrılmaq zorunda qalan siyasətçilər, gazetəcilər və aydınlar Varşova, Paris və Berlin kimi mərkəzlərdə yenidən örgütlənirdi. Bu çevrilərdən biri Promtey hərəkəti idi. Poloniyanın dəstəyi ilə gəlişən bu hərəkət Qafqazlar, Ukrayna və Sovet hakimiyyətinin altındakı digər millətlərin bağımsızlıq mübarizələrini ortaq bir siyasi zəminədə buluşturmağı amaçlayırdı. Ceyhun da Azərbaycan siyasi mühazirətinin təmsilçilərindən biri olaraq bu çevrədə fəaliyyət göstərdi. Parisdə yayınlanan Le Promtey və Qafqaz mühazirət basını çevrəsindəki çalışmalar Azərbaycan məsələsini Avropa kamuoyunda canlı tutmanın aracılarından birinə dönüşdü. İkinci Dünya Savaşının ardından mübarizənin mərkəzi gedərək Munixə qayıtdı. Ceyhun Hacıbəyli burada Sovetlər Birliyi üzərinə araşdırmalar aparan bir mərkəzin çevrəsindəki elmi fəaliyyətlərə qatıldı. Sovet yönetiminin Azərbaycan toplumuna yönəlik siyasətlərini incelərkən din qarşıtı təbliğat üzərində də çalışdı. 1958'də bir qəzetdə yayınlanan Anti-İslamik Propaganda in Azərbaycan, yəni Azərbaycanda İslam'a qarşı propaganda başlıqlı araşdırmasında Sovet yönetiminin İslam'a qarşı kullandığı təbliğat yöntemlərini, basını və siyasi dili bəlgələməyə çalışırdı. 1953'də isə bu mübarizənin önünə bambaşqa bir araç çıxdı. Mikrofon. Munixdən Sovetlər Birliyinə yönəlik yayın yapan Radio Liberation'ın Azərbaycan servisi fəaliyyətə keçdi. Daha sonra Radio Liberty Azərbaycanlıların hafizəsində Radio Azadlıq adıyla yer edəcək və bu yayınların ilk dönemində Ceyhun Hacıbəylidə servisin qurulmasına qatqı verən mühacir aydınlar arasında göstərilməkdədir. Burada sınırı doğru çəkmək gərəkir. Mövcud bəlgələr onun kəskin görev ünvanını açıq şəkildə ortaya qoymur. Bu nədənlə Ceyhunu servisin başkanı ya da düzenli spikeri olarak tanıtmaq doğru olmaz. Azərbaycan masasının başındakı ad Əbdülrahman bəy Fətəlibəyli idi. Sovet sisteminə qarşı radyodan danışan Fətəlibəyli 1954'də Munixdə Sovet istihbaratı ilə bağlantılı bir suiqəst sonucu ilə öldürüldü. Ceyhunun həyatındakı çizgi isə burada diqqət çəkici bir şəkildə tamamlanırdı. 1919'da Bakıdan Parisə gedərkən görevi Azərbaycanın səsini Avropaya çatdırmaq idi. Aradan 30 ili aşan bir zaman keçmişdi. İndi Avropadan yüksələn bir Azərbaycan səsi dəmir sınırları aşaraq yenidən Bakıya, Təbrizə, Ərdəbilə, Urmuya, Şuşaya çatmağa çalışırdı. Ceyhun Hacıbəyli yenə o səsin çevrəsində idi. Ancaq bu uzun mübarizənin ardında siyasi tarixin qeydlərindən çox daha ağır bir şəxsi bədəl var idi. Siyasi mübarizə Ceyhun Hacıbəylini ayaqda tuturdu. Ancaq mühacirətin hesabı yalnızca siyasət üzərindən tutulmurdu. 1940 yazında savaş Fransaya çatdığında Hacıbəyli ailəsinin qapısını da çaldı. Ceyhunun Fransada əskəri eğitim alan böyük oğlu, atasının adını daşıyan gənc Ceyhun Fransız ordusunda görev yapırdı. 19 Juan 1940'da Poitiers yaxınlarında Alman bombardımanı sırasında həyatını itirdi. Azərbaycanda doğmuşdu. Atasının dönməyi bəklədiyi vətənə uşaq yaşda vida etmişdi. İndi 20'li yaşlarının başında Fransa torpağında həyatını itirdi. Ceyhun Hacıbəyli üçün mühazirətə yeni bir məzar əklənmişdi. Bakıdan gələn xəbərlər də illər keçdikcə əksilməyi anlatırdı. Anası Şirin xanım öldü. 1948'də qardaşı Üzeyir Hacıbəylinin ölüm xəbəri gəldi. Bir zamanlar eyni evin içində yaşayan qardaşların arasında
artıq ölkələr, sınırlar və Sovet rejiminin yaratdığı siyasi duvar vardı. Görüşmələrin yerini məktublar almışdı. Məktubların yetmədiyi yerdə isə xəbər gözləmək qalırdı. Ceyhun 1919-da geridə buraxdığı insanların üzlərini hafizəsində daşımağa davam etdi. Xatiratında anasının yaşlı gözlərinə və ağlayan bacı qardaşlarına yenidən dönməsinin nədəni bəlkə də buydu. Çünki illər qabağa getdikcə döndüyümdə görüşərik deyə biləcəyi insanların sayısı azalırdı və 1962-yə gəldiyində Ceyhun Hacıbəyli artıq 71 yaşındaydı. Ömrünün son günlərində qələmini əlinə aldığında isə yazdığı məsələ yenə öz yalnızlığı olmayacaqdı. 19 oktyabr 1962 Parisdə yaşayan Ceyhun Hacıbəylinin ömründən geriyə 3 gün qalmışdı. O gün Azərbaycan Cumhuriyyətinin əski dövlət adamlarından Mustafa Vəkiloğlu'na bir məktub yazdı. Məktubun daşıdığı düşüncə 40 ili aşan mühacirət həyatının siyasi vəsiyyəti sayıla biləcək qədər açıq idi. Azərbaycan mühacirəti dağınıq qalmamalı idi. Ceyhun Vəkiloğlu'ndan mühacirləri bir araya gətirmək üçün çalışmasını istəyir və bunun önəmini vurğulayırdı. 3 gün sonra 22 oktyabr 1962-də Ceyhun Hacıbəyli Parisdə həyata vəda etdi. Şuşada başlayan 71 illik ömür Saint-Cloud'da sona erdi. Məzarı da Fransada qaldı. 1919-da ailəsinə 2 ay sonra gələcəm deyərək ayrılan gənc adam 43 il boyunca o dönüşü gerçəkləşdirə bilmədi. Ancaq onun hekayəsi Saint-Cloud'dakı məzar daşında bitmədi. 1990 ilində Ceyhun Hacıbəylinin illərcə mühafizə etdiyi arşivinin önəmli bir bölümü Ramiz Əbutalibov tərəfindən Parisdən Bakıya gətirildi. Məktubları, məqalələri, araşdırmaları və mühacirətdə qurduğu bəlgələr sahibinin çata bilmədiyi Azərbaycana çatdı. Proqramın başında Dante'nin sürgün üçün yazdığı sözə dönəlim. Ən çox sevdiyin hər şeyi geridə buraxacaqsan. Sürgün yayının atdığı ilk ox budur. O ox Ceyhun Hacıbəyliyə 1919-da isabət etmişdi. Fəqət sürgün onun hafizəsini sustura bilmədi. Ceyhun vətənə dönmədi, qələmi döndü, arşivləri döndü, Şuşadan daşıdığı kəlmələr döndü və bağımsız Azərbaycan düşüncəsinə adadığı ömrün tanıqlığı özündən sonra vətəni çatdı. Araz News radiosunda Azadlıq və Ədalət proqramını dinlədiniz. Mən Altay Urmulu. Bu proqramı Ceyhun Hacıbəylinin sözləri ilə bitirmək istəyirəm. İstiqlal uğrunda qanlı bir kəfən geymişəm, ölsəm də yaşasın vətən. Bir sonraki proqramda tarixin başqa bir səhifəsində yenidən görüşmək üzərə. Xoşça qalın. Çox səsliliyin səsi Araz News radiosunu dinləyirsiniz.